Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən. Güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır. Bizimlə əziz şəhid atalarımız düz mənim qarşımda əyləşiblər. Onlar bizim başımızın tacıdır. Onlar bütün hər birimizin borclu olduğumuz insanlardır. Onların övladları şəhadət zirvəsinə ucalıb, uca məqam əldə edib. Amma hamımız onlar haqqında danışanda, düşünəndə gözümüz nəmlənir. Bu göz yaşı acizlik göz yaşı deyil. Bu şövq qarışıq bir qəmdir, izzət gətirir bir millətə.